2025-ci il 8 avqust Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq mövqeyinin daha da güclənməsi baxımından mühüm tarix kimi yadda qaldı. Vaşinqtonda keçirilən görüşdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə əldə olunan razılaşmalar regionun gələcək siyasi mənzərəsinə ciddi təsir göstərə biləcək mühüm addımlar oldu. Azərbaycan uzun illər ərzində Ermənistanla münaqişənin beynəlxalq hüquq normaları əsasında həllinə çalışıb. 2020-ci il Vətən müharibəsindən sonra isə regionda yeni reallıq formalaşdı. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ilə Cənubi Qafqazda əvvəlki status quo-nun dəyişməsi artıq qaçılmaz prosesə çevrildi. Vaşinqtonda əldə edilən razılaşmalar da məhz bu yeni reallıqlar fonunda qiymətləndirilməlidir. Görüşün ən mühüm nəticələrindən biri Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasıdır. Bu addım uzun illər davam edən qarşıdurmanın siyasi diplomatik yolla yekunlaşdırılması istiqamətində mühüm mərhələ hesab oluna bilər. Sülhün əldə olunması yalnız iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün yeni imkanlar yarada bilər. Müharibə və qarşıdurma əvəzinə əməkdaşlıq, iqtisadi əlaqələr və kommunikasiya layihələrinin inkişafı region dövlətlərinin maraqlarına cavab verir. Vaşinqton görüşündə diqqət çəkən digər məsələ Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında nəqliyyat əlaqələrinin təmin olunması ilə bağlıdır. Bu məsələ Azərbaycanın regional nəqliyyat və logistika imkanları baxımından xüsusi əhəmiyyət daşıyır. Naxçıvanla Azərbaycanın digər əraziləri arasında maneəsiz əlaqənin yaradılması ölkəmizin Türk dünyası ilə nəqliyyat bağlantılarının genişlənməsinə də mühüm töhfə verə bilər. TPP layihəsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Nəqliyyat və kommunikasiya xətlərinin açılması təkcə Azərbaycan və Ermənistan üçün deyil, regionun bütün ölkələri üçün yeni iqtisadi imkanlar yarada bilər. Azərbaycan şərqlə qərb arasında mühüm nəqliyyat qovşaqlarından birinə çevrilmə istiqamətində artıq ciddi addımlar atıb. Yeni layihələr bu mövqeni daha da gücləndirə bilər. Vaşinqton görüşünün başqa bir mühüm tərəfi Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətlərinin inkişaf perspektivləridir. Azərbaycanın enerji təhlükəsizliyində, nəqliyyat dəhlizlərində və regional sabitlikdə artan rolu Amerika Birləşmiş Ştatları üçün də ölkəmizin strateji əhəmiyyətini yüksəldir. Xüsusilə 907-ci düzəlişin icrasının dayandırılması Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətlərində yeni səhifənin açılması baxımından mühüm siyasi mesajdır. Bütün bunlarla yanaşı, əldə edilən razılaşmaların real nəticələrə çevrilməsi üçün onların praktiki şəkildə həyata keçirilməsi əsas məsələ olaraq qalır. Sülh sənədlərinin imzalanması qədər qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi, sərhədlərdə etimadın möhkəmləndirilməsi və iqtisadi əlaqələrin genişləndirilməsi də vacibdir. Çünki davamlı sülh yalnız siyasi bəyanatlarla deyil, konkret addımlar və qarşılıqlı etimadla formalaşır. Azərbaycan üçün bu prosesin digər mühüm tərəfi ondan ibarətdir ki, ölkəmiz artıq regionda yeni siyasi və iqtisadi reallıqların əsas formalaşdırıqlarından biridir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ölkənin diplomatik mövqelərini də əhəmiyyətli dərəcədə gücləndirib. Vaşinqton görüşü isə bu reallığın beynəlxalq müstəvidə daha geniş şəkildə qəbul edilməsinin göstəricilərindən biri kimi qiymətləndirilə bilər. Nəticə etibarilə Vaşinqton görüşü Cənubi Qafqazda uzun müddətli qarşıdurmadan əməkdaşlığa keçid üçün mühüm siyasi imkan yaradıb. Azərbaycan baxımından isə bu proses ölkənin milli maraqlarının, suverenliyinin və regional liderliyinin daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli diplomatik nəticədir. Əsas məqsəd bundan sonra əldə olunan razılaşmaların kağız üzərində qalmasına imkan verməmək, onları real sülhə, təhlükəsizliyə və iqtisadi əməkdaşlığa çevirməkdir. Əgər bu proses uğurla davam etdirilərsə, Vaşinqton razılaşmaları təkcə Azərbaycan və Ermənistan münasibətlərində deyil, bütün Cənubi Qafqazın tarixində yeni mərhələnin başlanğıcı kimi yadda qala bilər.